658 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsində maliyyə ixtisasına qəbul aldım. Bakalavr təhsilim boyunca və təhsilimi bitirdikdən sonra bir müddət müxtəlif şirkətlərdə peşəkar fəaliyyətlə məşğul oldum. Fəaliyyətim dövründə də hər zaman xaricdə təhsil mənim arzularımdan biri idi və bu sahədə araşdırmalar eləyirdim. Araşdırmalarım nəticəsində dövlət proqramında elan edildiyini gördüm 2022-26-cı illər üzrə. Dövlət proqramına müraciət etdim və prosesi uğurla bitirdikdən sonra 2022-2023-cü illərdə İngiltərənin Leicester Universitetində maliyyə ixtisası üzrə magistr təhsili aldım. Təhsilimi fərqlənmə ilə bitirdikdən sonra qısa zamanda ölkəyə qayıtdım və müxtəlif müsahibə mərhələlərini keçərək hal-hazırki iş yerim olan Azərbaycan İnvestisiya Holdinqində aparıcı mütəxəssis olaraq fəaliyyətimə başladım. Dövlət proqramı vasitəsilə biz bir çox gəncin arzusu olan xaricdə təhsil ala bilirik. Öz sahələrimiz üzrə biliklərimizi genişləndirə bilirik. Daha müxtəlif ölkələrdən, müxtəlif sferalardan insanlarla tanış ola bilirik. Bu bizim həm şəxsi təcrübəmiz, həm dünya görüşümüzün inkişafına töhfə verir. Bununla yanaşı dövlət proqramı məzunu olaraq bizim bir neçə üstünlüklərimiz var. Bunlardan ən vacibi də dövlət qulluğuna müsahibəsiz qəbul ala bilməyimizdir.